etdiyim heç bir şeydən hər zaman demişəm ki, bu sözü bir də deyəcəm. Peşman deyiləm, çünki mən səhv etməmişəm. Oğlanlarımızın, bəylərin, kişilərin bugün belə olmağının günahı onları böyüdən analardadır. Onda heç evlənmə. Həyatı günübirlik ilişki kimi yaşa. Anamın anası Dərbənd əsilli dağ yahudisidir. Atam isə Kürt. Bunu mən demişəm. Bir neçə ildir ki, mən İslamı qəbul etmişəm. Sevə-sevə. Mən evimə rahat girə bilmirəmsə, orada qazıntı varsa, bunu mən əlbəttə çəkib bəlli bir qurumlara şikayətimi bildirəcəm ki, böyük qürurla deyirəm, mən çox yaxşı anayım. O mənim karolumdur, mən həmişə deyirəm ki, o mənim, belə deyim də, hər zaman ona karol deyirəm, padşah. İslam sənə nə qazandırdı? Könüllü danışın bu dəfəki qonağım müğənni Ayan Babakişiyeva. Ayan, xoş gəlmişsən. Xoş gördük. Necəsən? Əla, hər kəsdən əla. Hazırsanmı? Həmişəki kimi. O zaman getdik. Getdik. Başlayıram. Bir dənə səni çox tənqid etdilər. Selena'nın ad günündə niyə rəqqasə var idi? Gəlin belə danışaq. Normal ad günü tədbirlərində mən qeyri-adi və anormal bir şey etməmişəm. Ad günlərində, toy məclislərində belə rəqqasələr gəlir. İnsan, düşünürəm ki, mən bu sözü hər zaman deyirəm. Özü haqqında, öz beynində nələr düşünürsə, onu başqasına yansıdır. Və toy məclislərində normal milli bizim rəqqaslarımız, rəqqasələrimiz olur və oriental da olur. Bu pis bir şeydirsə, mənə elə gəlir bu dünyada famous, yəni populyar bir şey olmazdı. Əgər tərbiyəsizliyi təbliğ edən bir şeydirsə. Normal addım atmışam, rəfiqələrinlə ad günü keçirdirdi. Belə istədi, belə elədim. Bitdi, getdi. Və kim nə deyir desin, övlada bütün genetika, bütün IQ, belə deyək də, səviyyəsi, düşüncəsi, həyata baxışı, tərbiyəsi anadan keçir. Və mən düşünürəm ki, və bunu da böyük qürurla deyirəm, mən çox yaxşı anayam. O müğənni övladı kimi böyümür. Normal, hər kəs necə övladını böyüdür, Selena da elə böyüyür. O atmosferdə böyüyür. Bir istədiyi peşə varmı elə Selena'dan? Bəli, ona hər zaman demişəm. Mən də istəyirəm əslində. Hakim olmaq istəyir. Hakim, vəkil. Yəni bu sahəyə daha çox marağı var və o interyer dizaynerlər olur. Rəsmə çox marağı var. Bir dənə müğənnilikdən başqa gözəl peşələr var, gözəl sənətlər var. Hər zaman arxasındayım. Heç istəmirmi müğənni olmaq və yaxud səsi varmı? Səsi var, musiqi duyumu var. Pianinoda çox, belə deyim də, solist özü ifa edir. Heç bir müəllimsiz, repetitorsuz. Bu genetikadan irəli gəlir təbii ki. Amma düşünürəm ki, daha belə deyim də, daha ciddi, daha ətrafında, belə deyim, uğurlu insanların çalışdığı sahə və insanları qoruyacaq bir peşə olsa, ən çox da qadın haqları deyə bir şey var. Düşünürəm ki, daha yaxşı olar. Ayən, niyə show biznesdə heç bir kuruqda deyilsən, belə deyək? Nə heç kimlə dost deyiləm, nə də düşmən deyiləm. Çox gözəl münasibətim var. Üz-üzə gələndə sənət dostlarımla da çox gözəl salamlaşıram. Bəlli efirlər var ki, belə deyim, dost yox, yaxın həmkarlarım var ki, onlarla bərabər təbii ki, efir istəyirəm, paylaşım. Amma heç vaxt mən tədbirdən sonra, hansısa məclisdən sonra məni bu zamana qədər heç kim başqa, belə deyim də, məkanlarda görə bilməz. Bu olmayıb, bundan sonra da olmayacaq. Bu özünü qorumaqdır, yoxsa
Özümü qorumaq Heç bir deməyim. içindən gəlmir. Özümü qorumaq deməyim. Sadəcə ruhumda belə bir şey yoxdur ki, yəni mənim üçün rahatlıq, işim bitdi. Mənim üçün xoşbəxtçilik, mənim üçün huzur. Bu gün işim var. Sevə-sevə gedirəm işimi həll etməyə və istəyirəm o sevgi ilə də evimə dönüm. Mən rahatlığı evimdə tapıram, övladımın yanında və düşünürəm ki, ən boş zamanlarımı heç övladım olmayanda da evdə hansısa bir nəsə bir mütaliə edim, nəsə nə ilənsə daha özümə xeyir olan, daha özümə belə deyək də pozitiv və müsbət enerji gətirən işlərlə məşğul olum. Yəni hər sözün başlıq olur, xəbərə çevrilir. Bilirəm. Bu səncə uğurdur, yoxsa bəzən fikirləşirsən ki, niyə belə olur? Bu hər kəsin bir cür uğur olur. Kimisi bir mahnı çıxardır anında, hit olur. Kimisi illərlə sənətdə çalışır və bir 15-20 ildən sonra sənət fəaliyyətində bir mahnısı hit olur. Elə bir ifaçı da var ki, elə bir aparıcı var, elə bir aktrisa da var ki, bir sözü ilə bütün sosial mediada manşet olur. Mən də o müğənnilərdən biriyəm. Bəlkə də elə birincisiyəm ki, mən həmişə deyirəm, şərt deyilsən, xalq artisti olasan, əməkdar artisti olasan, yetər ki, pressa üçün maraqlı sima olasan və insanlar pis və yaxşı ora belə cəmləşir, hər kəs fikir bildirir. Demək ki, maraqlı nəsə səsləndirmisən ki, insanlara maraqlıdır. Hansısa bir mövzunu şişirtmisən, qabartmısan, kim necə algılayacaq, o onların düşüncəsi və problemidir. Amma önəmli olan müzakirə olunursa, demək bugün mən varam. Bəzən tənqidi fikirlər səsləndirirsən, məsəl üçün yollarda baş verənlərlə bağlı, olur da deyirlər ki, vətəndaş mövqeyi olmalıdır sənət adamının. Bəli. Olmalıdırmı? Mən bir vətəndaş olaraq zaten bunu paylaşıram və normal olaraq təbii ki, sadə, sıravi insanlar da xoş gününü, hansısa pis gününü, hansısa müsbət enerjisini WhatsApp statusunda paylaşa bilir. Düzdürmü? Bu normal bir şeydir. Əgər bu telefonda, texnologiyada statuslar, durumlar, hansısa nələrsə açılıb aktivdirsə, bu paylaşılmaq üçündür də, insan nəyisə paylaşsın. Mənim sadəcə sadə insanlardan fərqim tanınmış olmağımdır. Sadə insanların, sıravi insanların səsini çatdırmaqdır. Daha da yüksəyə qaldırmaqdır ki, bir vətəndaş olaraq nədənsə narazıyamsa, təbii ki, mən bunu bildirməliyəm. Bugünkü, belə deyək də, gündəmdə, məsələn, mən Nura Surinin də mövqelərini bəyənirəm. Məsələn, belə çıxışları olanda alqışlayıram. Ola bilər, bəzilərini görmürəm, reaksiya vermirəm, amma gördüklərimdə həmən reaksiya verirəm. Niyə ki, vətəndaşın, əhalinin hansısa narahatçılığı varsa, məsələn, yolla gedirsən, bu yol üçün icazə alınmayıb, xəbərdarlıq verilməyib vətəndaşa. Mən evimə rahat girə bilmirəmsə, orada qazıntı varsa, bunu mən əlbəttə çəkib bəlli bir qurumlara şikayətimi bildirəcəm ki, öncədən xəbərdarlıq edin. Bəzən də deyirlər ki, müğənnisən, get mahnını oxu. Mən həm də vətəndaşam, Azərbaycan Respublikasının vətəndaşıyam, müğənnisi olduğu kimi. Və haqqımı tələb etməyi mənə elə gəlir, bacarıram. Son olaraq müzakirə olunan bu Kürd mahnısını paylaşmağın oldu. Bəli. Tənqid də olundun, bəyənənlər də oldu, sənin də bir açıqlaman oldu. Bizə də bir dənə bununla bağlı açıqlaman. Mən çalışmışam müsahibələrimdə, sual veriləndə qısa və lakanik cavab verim. Və mənim cavablarımı araşdırsaz, hər zaman sual veriləndə demişəm, nənələrimdən biri, təbii ki, anamın anası, Dərbənd əsilli dağ yahudisidir, atam isə Kürdür. Bunu mən demişəm. Bunu kimsə eşitməyibsə, yenə onun öz problemidir. Və bu mahnını zaten dinləyirdim, çünki köhnə mahnıdır bu. Hətta 1-2 gün öncə də Şinonino mahnısı, belə deyək də, AI ilə, süni zəka ilə, süni intellektlə gündəmə gəldi. Da onu paylaşmadım, çünki dinlədiyim bəzi mahnılar var. Düzdür, o dildə danışa bilmirəm, amma bəlli bir sözlər var ki, anlayıram.
paylaşdım və dedim ki, dədəm, babam Kürd ola, niyə də mən paylaşmayım? Bu gördüm ki, biraz bəzilərini qıcıqlandırdı. Bilmirəm. Ümumiyyətlə Azərbaycan Respublikası, mənim vətənim çox tolerant bir ölkədir və fərqli millətlər, fərqli dindən olan insanlar yaşayır mənim ölkəmdə, mənim vətənimdə. Və son bir neçə ildir ki, mən İslamı qəbul etmişəm, sevə-sevə. Çünki insanın iç dünyası özünə məxsusdur. Biz içimizdə nə fırtınalar qopur, nə xoşbəxtliklər baş verir, nə acılar çəkirik, nə sevinç yaşayırıq. Bu heç kimə bəlli deyil və heç kimə aidiyyatı yoxdur. Mən harda huzur tapıram, harda özümü gözəl, xoşbəxt hiss edirəm, onu da hiss etmək istəyirəm və onu da edirəm. Etdim, bugün xoşbəxtəm. İslam sənə nə qazandırdı? Bu sualı mənə sizin həmkarınız da vermişdi, Kamran bəy. Bu elə bir şeydir ki, elə bir hissdir ki, bunu sözlə ifadə etmək olmaz. Ona görə də əsas odur ki, ruhum huzur içindədir. Başqa heç nə. Çünki insan zaten bu dünyadan köçəndə cismi gedir bu dünyadan. Unudulur məsələn də, belə deyək, cismi unudulur, yada düşmür. Amma bir insanın ruhunun yaşaması üçün onu tez-tez yada salırlar. Məsələn, deyirlər, filan kəs yaxşı adam idi. Önəmli olan mənim ruhumun nə hiss etdiyidir. Hər kəsin yaddaşı silinsə, Ayın özünü yenidən necə təqdim edər, necə tanıdar? Hər kəsin yaddaşı silinsə, onda mənim də yaddaşım silinəcək yaxın. Mən təzədən elə bil upgrade oluram. Təzədən özümü yenidən başlayıram yaratmağa. Düşünürəm ki, yenə uğurlu qadın olardım. Yenə uğurlu qadın olardım və yenə də Allahın seçilmiş qulu olardım. Düşünmürsən ki, o sevilməmə hissəsinin biraz da effekt orada şəxsi həyatın oldu ki, bir müddət problemlər oldu, gündəmdə Yox, mən oldu. düşünürəm ki, bilirsiniz, olmuş bitmiş şeyləri, məsələn, insan həyatda səhv edə-edə yaşayır və bizim hər səhvimiz bizim bir təcrübəmizdir. Və etdiyimiz səhv, yanlış addım ikinci dəfə təkrarlanmırsa, düşünürəm ki, bunu dəfələrlə nə sual vermək, nə təkrarlamaq, nə qarşı tərəfin yadına salmaq lazım deyil. Amma etdiyim heç bir şeydən hər zaman demişəm ki, bu sözü bir də deyəcəm, peşman deyiləm. Çünki mən səhv etməmişəm. Mən səhv etsəm, bugün mənim bu görüntülərə, bu çəkilişdən sonra övladım baxacaq. Onda mənim övladım mənim böyük səhvim olar. Mən nə etmişəmsə doğru etmişəm. Doğru addım atmışam. Doğru addım attığım üçün də rahat danışa bilirəm. Ayın, amma məsələn efirlərdə görürük ki, sənə keçmişdən sual verəndə sən kövrəlirsən, ya ağlayırsan və yaxud heç bu mövzu olmasa da hər hansı bir mahnı oxuyanda kövrəlib ağlayırsan, mövzunu aparıb ora bağlayırlar. Bəli. Sən davamlı ağlamağının səbəbi nədir? Bu suala da belə cavab verim. Mən hər zaman nə olur olsun, təbii ki, ana olandan sonra tamam başqa hisslərə qapılmışam. Buna ana olan, övladı olan valideynlər fərqi yoxdur, kişi və ya qadın. Bunu daha yaxşı hiss edər, daha yaxşı bilər. İnsan bəlli bir sorumluluqları, məsuliyyəti üzərinə alandan sonra daha çox həssas olur. Biri var, ana, ata, qardaş üçün narahat olasan. Övlad sənin can parəndir. Övlad sənin canının yarısıdır. Görün, necə bir varlıqdır ki, övlad. Sən bilə-bilə ki, onun bəlli bir zamanını görməyəcəksən, yenə onun üçün yaşayırsan. Bilirsən ki, sən ondan öncə dünyadan köçəcəksən. Yenə onu qoruyursan. Qorxmursan bu həyatdan köçməyə. Çünki bilirsən ki, sənin övladın yaşamalıdır, yaşayacaq və can verirsən onun üçün. Qaldı ki, kövrəlməyim. Bir məsəl var, deyir ki, bir insan hekayəsindən danışanda artıq ağlamırsa, demək ki, o sağalıb. Ağlayırsa, hələ yarası qabıq qoymayıb, yəni qaysaqlanmayıb, hələ yarası açıqdır.
Mənim heç bir yaram yoxdur. Sadəcə mənim toxunulmaz bir nöqtəm var ki, o Selena'dır. Həssasam, onu çalışıram qoruyum və istəyirəm ki, heç nədən incinməsin. Ayanın kriteriyaları nədir? Mənim heç bir kriteriyam yoxdur. Mənim üçün ən birinci hörmətdir. Hər zaman da bunu demişəm, hörmət. Hörmət olan yerdə sevgi, istək, ehtiras, məhəbbət, hər şey olur. Qadınlar tez-tez deyirdi ki, indiki kişilər sanki bir şəhzadədir, çox nazlı olublar, əvvəlki kimi eləmək istəmirlər, yumruqlarını vurmaq və yaxud diqqət göstərmək istəmirlər. Oğlanlarımızın, bəylərin, kişilərin bugün belə olmağının günahı onları böyüdən analardadır. Yenə deyirəm, görürsünüz, insanlarda o ego tətmin eləmək his var da. Qadın, kişi fərq etməz. Birisi egosunu tətmin edir incitməklə. Birisi qısqandırmaqla, birisi onun özəl həyatına zərər vurmaqla. Bu egodur da, bunu tətmin eləməlidir. Bir ana oğul övladına gözəl sevgi bəxş edə bilirsə, əgər bir qadını həyat yoldaşı incidir, o onu oğul övladına, qız övladına yansıdırsa, orada yaxşı övladdan söhbət gedə bilməz. Artıq ana egoistdir. Artıq ana oğlunu düzgün böyütmür. Ata axı bunu incidir, qadını incidir. O da ona öyrədir ki, sən də incidəcəksən. Ona görə də bugün bu problemlərlə üzləşirik. Mən qınamıram xanımları, amma bəyləri də qınamıram. Belə xanımlar da var. Egoist, narsist, İnsanlar çoxdur bu cür insanlar. Burada nə görürlərsə bu telefonda elə bilir ki, yaxşı bir şeydir. Əslində burada düzgün, belə deyim də, PR, promotion kampaniyası düzgün getmir. Və yaxud insanın da psixologiyasından, psixikasından çox şey baxır, özü nədirsə o elə algılayır. Mən yaxşı da danışsam pis algılayacaq, pis də danışsam pis algılayacaq. O öz beynindən nələr baş verir özü bilir. Amma oğlanlarımız, bəylərimiz bu son dövrlərdə anaların o, belə deyək də, egoistik hisslərini yansıdır qadınlara. Bəylər də deyir ki, bəs qadınlar bizə kaşlok kimi baxır, bizdən puldan istifadə eləyir, pul olmayan kişi istəmirlər. Yox, belə bir düşünürəm ki, düşüncə bu kişilərdə hər zaman olub. Bundan sonra da olacaq. Binəyi qədimdən belə düşünüb kişilər. Amma kişilərə də belə bir sual vermək lazımdır. Yaxşı, sən görüşə hazırlaşırsan bir xanımla, artıq danışmısan bu görüşü və gözləyirsən ki, o sossetdə gördüyün kimi gəlsin o xanım. O xanım sənin yanına gələnə qədər gözəllik mərkəzinə gedir. Dırnağı üçün, kirpiyi üçün, saçı üçün gözəl bir mağazadan sənin üçün libas alır ki, o görüşdə gözəl görünsün. Və bunların hər bir tərəfini pul həll edir. Sən baxımlı xanım istəyirsən, sonra deyirsən ki, xanım mənə pul qabı, kaşlok kimi baxır. Bu belə deyil. Xanım sadəcə sənə göstərir ki, mən buyam. Və sabah sən bu xanımla ailə qurandan sonra deyirsən ki, bunu geyinmə, onu geyinmə. O da səndən nəsə tələb eləyəndə deyirsən ki, sən mənə pul qabı kimi baxırsan. Axı sən məni belə bəyənmişdin. Sən məni evdə artıq passiv, baxımsız biri edirsən. Bayırda yenə mənim əvvəl formamda, mənim fiziyimdə, mənim yapımda başqasıyla tanış olursan. Onda heç evlənmə. Həyatı günübirlik ilişki kimi yaşa. Ona görə də sənə elə baxacaqlar. Keçirəm amma bu mu? Evlənmək təklifi etməli olsan. Olsam, Aha, sən. xanım olaraq. Aha. Bu mümkün deyil. Bu bəylərdən hansını edərsən? Bu mənə pis artıq o mu bu mu hazırlamısınız? Bunun mənə aidiyyatı yoxdur artıq. Amma seçməliyik. Tamam, okey. Nadir Qafarzadə, Niyam Salami. Evlidir təbii ki. Biz burada nəzərə almırıq evli olduqlarını. Yox, yenə də. Yaxşı, onda bir-bir subayları seçək. Niyam Salami. Niyam Salami, Hacı Nuran.
O Hacı Nuran. Hər şeyi gözə alaraq Hacı. Hacı Nuran, Elşən Orucov. Elşən Orucov. Elşən Orucov, Kəmran Ağabalayev. Elşən Orucov. Elşən Orucov, Zaur Kəmal. Yox, Elşən Orucov. Elşən Orucov, Azər Aydəmir. Azərbaycan klipində də tərəf çəkilir. müqabilim. Təbii ki, onun belə deyək də ilk başlarda mənimlə bərabər biz başladıq. Elşən Orucov. Elşən Orucov, Namiq Qaraçuxurlu. Oh, yox, Elşən Orucov. Elşən Orucov, Zamiq. Elşən Orucov. Elşən Orucov, Faiq Ağayev. Faiq Ağayev. O mənim karolumdur. Mən həmişə deyirəm ki, o mənim belə deyim də, hər zaman ona karol deyirəm, padşah. İllər keçdi. Dövr dəyişdi, zaman dəyişdi. Mən hər zaman bu sözü dedim və deyəcəm. Faiq Ağayev bir marka, bir brend, bir padşah, bir karol olaraq hər dövrün sənətçisi və sənətkarı oldu. Bu dəyişilmədi, bundan sonra da dəyişilməyəcək. Təşəkkür edirəm. Xoş oldu. Sağ olun.